Elə bir vəziyyətdə gedib quruzu alırıq ki, maşın yaşadığın yaşayıb, elə bil ki, necə deyərlər, nə bilim, loru dildə bilməm, nə tər misal çəkim, düzgün çıxmayacaq, onu çəksəm. Yəni, belə lətifə deyə bilmirəm, elə bil ki, 3 dəfə hərdə olub da o maşın, başa düşürsən, sən ondan nə gözləyirsən? Ondan nə gözləyə bilərsən? Bu, Amerikada sürülüb 100 min, 150 min mil sürülüb bu maşın. Bu maşın Amerikada da cəmaat deyir ki, bu Amerikadan gəlib, Almaniyadan gəlib, orada yağın probeqinə baxırsan, yağ 30 mindən, 20 min, 25 mindən bir dəyişilir. Azərbaycanda ən yaxşı maşına Azərbaycanda baxırlar. Həqiqətən. Azərbaycanlılar maşına baxır. Bizdə, yox, maşına qulluq edir. Ancaq xaricdə baxan yoxdur. Tabii ki bakmaz adam maşını alıyor, ne bileyim 5 sene sürüyor, 6 sene sürüyor, ondan sonra sat gitsin.